Salam dostlar, hər birinizi salamlayıram yeni kanalımda. Bugün istəyirəm ümumi açım edim. 2 variant qoyacağım. Bu dəfə 2 variant qoyacağım. Yəqin ki, yeni kanal olduğuna görə qısa videolar çəkəcəm birinci. Abunəçilər çox olandan sonra mənə burada yəqin ki, uzun müddət, bir neçə dəqiqə artıq vaxt veriləcək çəkmək üçün. Birinci variant bu kaloda olacaq. İkinci varianta isə bu kalodanı koyacağım. Kim az kalodanı istəyir seçə bilər dostlar. Seçsəz hətta birinci kalodaya belə bir şey və ikinci də belə bayquş, energetikdir bayquş qoya bilərəm. Və mən birinci variantdan başlayıram. Özünüzü düşünün dostlar. Birinci variant. Birinci variant. Deməli belə. Hal-hazırda bir çoxunuzda bəzi problemlər var. Bir çoxu burada imtahanla əlaqəli bir şeylər çıxdı. Həyat imtahanı da ola bilər. Sözün əsl mənasında imtahan da ola bilər. Bir imtahan mövzuları daha çox burada. Və problemləriniz də ola bilər. Başa düşürsünüz də, yəni həyat imtahanı ola bilər və onu həll eləmək lazımdır. Və onu həll eləməklə əlaqəli siz 2 variant seçmisiniz. Nəsə düşünürsünüz, plan cızırsınız, ancaq addım hələ ki atmırsınız. Planlar cızılır, addım atılmır. Belə bir vəziyyətdir. Ola bilsin, kimsə gəlişini gözləyənlər də var. Harasa getmək istəyənlər də var. Getməkdən əlaqəli ola bilər. Harasa getməyinizdən əlaqəli ola bilər bu. Yolunuz var. Yolunuz var. Və belə bir şey deyim, 2 variant. Kimsə siz tərəfə gələ də bilər və ya da siz də harasa gedə bilərsiniz. Yəni burada yol var. Sonra intuisiyanız çox güclüdür. Bəzi sirlər, sekretlər var burada. Sirlər, sekretləri sirdə saxlaya bilənsiniz. İçinizdə bəzi sirlər, sekretlər var. Nə sekretlər saxlaya bilən insansınız. Bu arada yuxularınıza fikir verin. İntuisiyanıza qulaq asaraq addımlar atın dostlar. Maddi vəziyyət görüm stabildir. Çox yoxdur burada pul çox yoxdur. Stabil belə vəziyyətdir. Hal-hazırda pula görə deyirəm, maddiyyətlə əlaqəli deyirəm. Yəni pula ehtiyac var. Sizin özünüzün hər hansısa bir probleminizə yanaşmanız biraz negativ yanaşırsınız, narahat olursunuz, dərdlisiniz, qəmlisiniz, şaşırsınız yanaşmanız. Əhatədə də problemlər var dostlar. Ola bilsin həyatınıza, ailəyə, nəsə ki, müdaxilə edən insanlar da ola bilər. Ola bilər kiminizinsə ailə problemləri varsa, yaxın insan da ola bilər. Yəni problemlər 100% var burada. Nəyisə uzun müddət gözləyib durursunuz. Gözləyib durmayın. Plan çizib addım atmırsınız. Məsələn, addımlar atmaq vacibdir dostlar. Siz çox vaxtı addım atmaqda ola bilsin biraz problemləriniz var. Və bəzilərinizin də istirahətə ehtiyacı var. Və bəzilərinizdə də burada addım atmaqla əlaqəlidir. Başa düşürsünüzmü? Addımlar atmaq lazımdır. Problemlər varsa, həll eləməsi üçün harasa getməyiniz lazımsa gedin. Narahat olmayın. Düşünüb durmayın da. Sonuç olaraq sizin hər hansı bir probleminiz, hər hansısa bir tərəddüd etdiyiniz bir şey varsa narahat olmayın. Çünki sonuç olaraq görürsünüz günəş kartı çıxıb, böyük arkandır dostlar. Hər şey yaxşı olarsa, hər hansı bir bilmədiyiniz sir, sekret varsa üstü açılacaq. Bilmədiyiniz şeyləri biləcəksiniz. Qaranlıqdasınızsa işığa çıxacaqsınız. Birinci variant. Əmin olun buna. Özünüzə əmin olun, görürəm, zəifdə insan deyilsiniz. Yaxşı dostlar. Çox əla dostlar. Birinci variant. İnanın ki, hər şey gözəl olacaq. Narahat olmayın. Vallahi, inanın. Bax belə. İkinci varianta keçəcəm dostlar, vaxt itirmədən. İkinci variantı tutanlar. Sizə baxaq görək, vəziyyət necədir.
Bu arada mən telefon nömrəmi yazacağım videonun altına. WhatsApp-ımla əlaqə saxlaya bilərsiniz. Şəxsi açım eləmək istəyənlərə aiddir. WhatsApp nömrəmdən sadəcə yaza bilərsiniz. Zəngləri açmıram mən. Tak, ikinci variant. İkinci variant. Baxın. Ola bilsin, içinizdə siz bəzi insanları biraz ideallaşdıran adamsınız. Xarici görünüşünə də çox fikir verən insansınız, görürəm. Hansısa vəziyyət var, xoşa gəlməyən bir vəziyyət var. Burada o vəziyyətdən çıxmaq üçün istəyirsiniz çıxmaq. Ola bilsin qaldığınız yerdə, olduğunuz yerdə biraz problemlər var. Evdə və yaxud da ola bilər. Problemlər var, 100% var. İşlə əlaqəli ola bilər, evlə əlaqəli ola bilər. Sizə vacib bir yerdir bura. Və siz həmin vəziyyətdən çıxmaq istəyirsiniz. Yeni başlanğıc istəyirsiniz. Harasa getmək də ola bilər. Gedəcəksiniz. Yeni başlanğıcda görünür. Yeri ideyalar varsa həyata keçəsidir. Zəng gözləyirsə zəng gələsidir. İşinizi gözəl görən insansınız. İşinizi bəyənirlər. İşinizi bəyənirlər sizin. Əgər karyera ilə əlaqəli, işlə əlaqəli nəsə sizi maraqlandırırsa, irəliləyişləriniz olacaq. Çünki işinizi gözəl görən insansınız. Bilən insansınız nə elədiyinizi. Özünüzün yanaşmanız biraz yaxşı deyil. Evdə bəlkə də siz özünüzü yaxşı hiss eləmirsiniz. Kimsə sizə köməkliyi dəyəsidir. Bir zəng də gələcək sizə və bundan əlavə kimsə əhatənizdən sizə kimsə maddiyyatla əlaqəli ola bilər. Bu daha çox bir kömək dəyəsidir başlanğıcda, amma sonra özünüz davam eləyəsi olacaqsınız. Yəni axıra qədər bu adama yəni güvənim, inanım yox da başlanğıcda kömək eləyəcək bu insan və sonra siz özünüz davam eləməli olacaqsınız. Ümumiyyətlə heçdən qorxmayın, narahat olmayın. Ümidlər və qorxular olan yerdə narahat olası bir kart çıxmayıb, maddi problemləriniz olmamalıdır. Sizin ümumiyyətlə həyatınızda, taleyinizdə çoxlu maddi probleminiz olmamalı, çox olmalıdır. Pulunuz çox olmalı, pul, qızıl çox olmalı sizdə. Əgər nəsə istədiyiniz kimi deyilsə maddi cəhətdən, siz özünüz hardasa boşluqlar, bəlkə özünüz səhvlər edirsiniz, özünüz biraz boşluqlar edirsiniz, başa düşdünüzmü? Əslində sizin taleyinizdə çox gözəl maddi durum olmalıdır. Və hal-hazırda ola bilsin stabildir vəziyyət. Əgər pulla əlaqəli problem varsa, vəziyyət stabilləşəcək. Demirəm çox olacaq, stabilləşəcək. Ailə ilə, evlə, işlə əlaqəli hansısa bir narahatçılıq problemi varsa, stabilləşəsidir vəziyyət. Yəni 100%. Lüboy bir çətinliyiniz varsa, hər halda, yəni hər bir vəziyyətdə sizin işiniz yaxşı olasıdır. Hər vəziyyətdə, yəni pis olması imkansızdır burada. Çünki sonuç olaraq burada elə bir kart çıxdı ki, burada problemi olsa belə bu insanın axırı yaxşı qutarmalıdır bu adam üçün. Və görürsünüz, kolodanın altında da sila kartı çıxıbdı. Bu da nədir? Hər hansı bir probleminiz var və buna siz üstün gəlirsiniz. Ukratit eləyəcəksiniz. Yəni problemin həllini, yəni həll eləyəsiniz probleminizi, düşmənə qalib gələsiniz, xəstəsinizsə sağalasınız. Əgər hər hansı bir mənfi cəhətləriniz varsa ona üstün gələsiniz dostlar. Narahat olmayın. İkinci variant sizə çox, yəni qəşəng, gözəl açım oldu. Yəni çıxdı kartlar. Bax bu qədər dostlar. Səhifəmi izləyin, xahiş edirəm abunə olun, klass verin, suallarınızı yazın. Məmnuniyyətlə baxacağam. Vaxtım olduqca xəttə girəcəm, paylaşımlar eləyəcəm. Çox sağ olun.